Salam əziz şagirdlər, Üzeyir Paşa kanalında hər birinizi xoş gördük. Bugün 7-ci sinif riyaziyyat kitabının 1-ci hissəsindən rasional ədədlər mövzusunu çalışmalarının bir yerdə həllinə baxacaq. Səhifə 9, 10, 11, 12-də olan tapşırıqların həllinə bir yerdə baxacaq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Rasional ədədlər. Öyrənmə, müsbət və mənfi ədədlər, sıfırdan böyük ədədlər, o cümlədən adi kəsirlər müsbət ədədlərdir. Adətən müsbət ədədlər işarəsiz yazılır. Məsəl üçün, müsbət 4-də 3, elə 4-də 3 yazılır. Müsbət 2-də 3, 2-də 3 yazılır. Yəni, müsbət o, məsələn, burada 5 yazılsa, bilməliyik ki, bu müsbət 5-dir. Və yaxud da 0,7 yazılsa, bilməliyik ki, bu müsbətdir. Yəni, müsbətin qarşısında müsbət işarəsi qoymaq vacib deyil. Müsbət kəsir ədədin əksi mənfi kəsirdir. Mənfi kəsirlər mənfi işarəsi ilə yazılır. Məsələn, mənfi 4-də 3. Bu kəsir mənfi 4-də 3 kimi oxunur. Tam ədədlərdə olduğu kimi qarşılıqlı əks olan kəsr ədədlər də yalnız işarəsi ilə fərqlənir. Bu ədədlər ədəd oxundu sıfırdan əks ədədlərdə olmaqla ondan eyni məsafədə yerləşir. Məsəl üçün, 4-də 3-ün əksi mənfi 4-də 3 olacaq. Bu sıfırdır. Əgər burada 4-də 3-dürsə, eyni məsafədə də burada mənfi 4-də 3 olacaq. Gəlin, tapşırıq 1 ilə başlayaq. Verilən ədədlər arasında müsbət ədədləri, mənfi ədədləri müəyyən edin. Deməli, müsbət ədədlər 3-də 5, bu mənfidir, 2-də 9, sonra uşaqlar, mənfi mənfiyə dəyəndə bilirik axı müsbət edir. Bu da müsbətdir. Müsbətlərin qarşısına ümumi müsbət qoyaq. Bu müsbətdir, bu da müsbətdir. Bu mənfi 0,7-dir. Burada da mənfi mənfiyə dəyib, bu da müsbətdir. Mənfi 0,7-dir. Görürük ki, mənfidir, bu da mənfidir, bu da mənfidir. Mənfi 8-də 7, bu da mənfi 4-də 1. Bunlar hamısı mənfilər B variantına gedəcək. İkinci tapşırıq, boş xanalara müsbət və ya mənfi işarələrinə uyğun olan müəyyən edin. Mənfi ilə müsbət qarşı-qarşıya gələndə nə olurdu? Mənfi olurdu. Mənfi ilə mənfi qarşı-qarşıya gələndə müsbət olurdu. Mənfini mənfiyə vurduq, müsbət. Bir dəfə də mənfiyə vurduq, bu olacaq mənfi. Bu müsbət olmalıdır. Mənfinin qarşısına gələk mənfi ataq ki, mənfi mənfiyə dəyəndə nə olsun? Müsbət olsun. Keçdik səhifə 10-da tapşırıq 3-ə. Koordinat oxunda boş xanalara uyğun kəsirləri tapın. Biz görürük ki, 0-dan mənfi 1-ə qədər bu 5 dənə hissəyə ayrılıb. 1, 2, 3, 4, 5. Deməli, 1, 2, 3, 4, 5. Bunu saymırıq da. Bu olacaq mənfi 5-də 1. Bu olacaq mənfi 5-də 2. Bu mənfi 5-də 3. Bu da mənfi 5-də 4 olacaq. Daha sonra 0-dan 1-ə qədər 5 hissəyə ayrılıb. 0, 5-də 1, 5-də 2. Burada 5-də 3 olacaq. Və bununla da 3-cü tapşırığı bitirmiş oluruq. Rasional ədədlər. A bölü B şəklində yazıla bilən ədədlər rasional ədədlər deyilir. Burada A, B tam ədədlərdir və B sıfırdan fərqlidir. Məsələn, 3-də 2, 5-də mənfi 8, mənfi 7-də 4, mənfi 9-da mənfi 2 rasional ədədlərdir. Yəni, kəsr şəklində göstərə biliriksə, deməli bunlar nə adlanacaq? Rasional ədədlər adlanacaq. Kəsirin qarşısında mənfi işarəsi varsa, onu kəsirin sürətində və ya məxrəcində yazmaq olar. Məsəl üçün, mənfi 7-də 4 verilsə sizə, bunu 7-də mənfi 4 kimi də yaza bilərsiniz,
4 böl -7 kimi də yaza bilərsiniz. Yazılışında vergüldən sonra sonlu sayda rəqəmi olan onluq kəsrlərin rasional ədəd olduğunu göstərmək olar. Yəni 0,23-ü %23 kimi bu görürük kəsr şəklinə gətirə bildikcə deməli bu rasional ədəddir. -1,9-u -1,9 kimi göstərə bildiksə deməli bu rasional ədəddir. A və B tam ədədlər eyni işarəlidirsə A böl B müsbət ədəddir. Çünki burada mənfilər bir-birini aparır 9-da 2 qalır. A və B tam ədədlər müxtəlif işarəlidirsə A böl B mənfi ədəddir. Mənfini müsbətə böləndə bilirik ki, nə alınmalıdır? Mənfi alınmalıdır. Kəsrin əsas xassəsinə görə onun surət və məxrəcini sıfırdan fərqli eyni ədədə vurduqda və ya böldükdə həmin kəsir bərabər kəsir alınır. Bu xassəyə əsasən istənilən rasional ədədi məxrəci natural ədəd olmaqla ixtisar olunmayan kəsir şəklində yazmaq olar. Məsəl üçün, mənfi 28-də 20-ni biz 4-ə bölə bilərik. Yəni, işarəni saxlamaq şərti ilə 4-ə bölürük. Bu olur 7-də -5. Çox sadə bir qaydadır. Gəlin 4-cü tapşırıqla davam edək. Verilən rasional ədədlərin müsbət yoxsa mənfi ədəd olduğunu müəyyən edin və əksini yazın. 2-ni -5-ə böldüyünə görə bu mənfi ədəddir. Əksi də olacaq bunun müsbəti 5-də 2. -1-i -3-ə bölmək bu müsbət ədəddir. Çünki burada mənfilər ixtisar edir. Bunun əksi və bu müsbət ədəd olduğuna görə -3-də 1 olacaq. Deməli, 4-də -3 görürük ki, bu mənfi ədəddir. Bunun da əksi müsbət 4-də 3 olacaq. Burada 2 dənə mənfi olduğuna görə mənfini mənfiyə böləndə bu müsbət ədəddir. Yəni, müsbət 12-də 5-dir. Bunun əksi -12-də 5 olacaq. Bu da müsbət ədəddir. Mənfi mənfiyə vurulanda müsbət olur. Müsbət 4-də 7-dir bu. Əksi -4-də 7 olacaq. Həmçinin mənfi 15-də -4-də müsbət ədəddir. Bunun da əksi -15-də 4 ədədir. Çünki burada mənfi mənfiyə dəyəndə müsbət etməlidir. 5-ci tapşırıqla davam edək. Verilən rasional ədədləri məxrəcin natural ədəd olmaqla ixtisar olunmayan kəsr şəklində yazın. Burada nümunələr verilib. Biz bunu şifahi də bölə bilərik. 24 ilə 32 neçə ixtisar edər? 8-ə ixtisar edir də. 8-ə ixtisar getsə, burada birinci belə deyim də, mənfi ilə mənfi bir-birini aparır. Bunların hər birini 8-ə bölərəm. Burada qalar 4 dəfə, burada da qalar 3 dəfə. Cavab edər 4-də 3. Yəni, bu sadə bir misallardır. Müsbəti mənfiyə böləndə bu mənfi eləməlidir. Deməli, hər birini bölək 17-yə. Bu düşəcək 2 dəfə, bu da düşəcək 3 dəfə. Cavab edəcək -3-də 2. Burada ikisi də mənfi olduğuna görə mənfi mənfini aparacaq. Hər birini də bölərəm 25-ə. Bu düşəcək 2 dəfə, bu da düşəcək 3 dəfə. Burada biri müsbət, biri mənfi olduğuna görə cavab avtomatik mənfi olmalıdır. 28 ilə də 21 hər biri 7-yə bölünür. Bu düşəcək 4 dəfə, bu da düşəcək 3 dəfə. Mənfi 0,8-i də -10,8 kimi göstərmək olar. Bunu da ixtisar etsə əgər -5-də 4 kimi göstərə bilərik. %75-i göstərərəm %75 kimi. Bunu da hər birini 25-ə bölsəm cavab edəcək 4-də 3. Bəs deməli, -2,5 -2,5
Yazaram mənfi 10'da 25. Hər birində 5'ə bölsəm, mənfi 2'də 5 kimi yazmaq olar. Mənfi 1 tam %25'i mənfi 1 tam %25. Bu deyəcək mənfi %125. Hər birində 25'ə bölsəm, mənfi 4'də 5 edər. Bu tapşırıq 5'in həlli idi. Keçək səhifə 11'ə. Səhifə 11'də 6-cı tapşırıq. Boş kanallara uyğun tam ədədləri tapın. Deməli, burada 16'nı 8'ə gətirmək üçün 2'yə bölünüb. Bunu da 2'yə böləcəm. Bu edəcək mənfi 7. Burada görürük ki, mənfi 7 olub mənfi 21. Deməli, bu 3'ə vurulub. Onda burada 8'i də 3'ə vuracaq. Buraya yazacaq 24. İkincisinə baxaq. Mənfi 28'in nəyə böləndə 14 olar? Əlbəttə ki, mənfi 2'yə. Onda 42'ni də mənfi 2'yə böləcəm. 42'ni də mənfi 2'yə böləndə mənfi 21 edəcək. Sonra mənfi 21'i nə edəndə mənfi 3 olar? Əlbəttə ki, 7'yə böləndə. Burada da 14'ü 7'yə böləcəm. Bura 2 yazılmalıdır. Deməli, burada 3 vurulanda 2'yə 6 eləyir. Burada mənfi 4'dür, gəlir bura müsbət olsun. Onda bu yuxarına gərək mənfi 2'yə vuraq. Bu da olmalıdır. Onda mənfi 8. Sonra mənfi 8 müsbət 16'ya çevirmək üçün gərək biz bunu təzədən mənfi 2'yə vuraq. Onda 6'nı da gərək mənfi 2'yə vuraq. Olsun burada mənfi 12. Burada uşaqlar biraz çaşa bilərsiniz, amma məncə gəlin bunu biraz sadələşdirə bilərik. Bu mənfisi ilə bunu mənfisini apararam. Qaldı burada mənfi, burada da mənfi. 27'ni nəyə böləndə 3 edər? 9'a. Onda 36'nı da 9'a bölək, bura 4 yazaq. Sonra bu mənfi görürük ki, 4'ü nəyə vursaq 8 edər, 2'yə. Bəs bu mənfi 3'ü nəyə vursaq? Daha doğrusu 2'yə vurmalıyıq da, bunu da 2'yə vururuq. Mənfi 3'ü vururuq 2'yə, burada mənfi 6 edəcək. Keçək 7-ci tapşırığa. 7-ci tapşırıqda bizə deyir ki, verilən ədədlərə bərabər kəsrlər yazın. Deməli, məxrəci 18 olan 9'da 1'ə gətirə biləcəyik, məsələn 18'ə gətirmək üçün 2'yə vurmalıyıq. Bunu da 2'yə vuraram, 18'də 2 edər. Deməli, mənfi 6'da 1'i məxrəci 18'ə gətirmək üçün bu mənfi 3'ə vurulmalıdır. Onda bunu da mənfi 3'ə vuraram. Bu da mənfi 18, deməli 18'də mənfi 3 edər. Sonra mənfi 3'də mənfi 5. Bunların mənfisini itirsə 3'də 5 edər. Bunu da 18'ə gətirmək üçün 6'ya vurulmalıdır. Bunu da 6'ya vuraram, 18'də 30 edər. Sonra mənfi 4'ü gətirmək lazımdır məxrəc 18 olana. Bunun aşağısı 1 olduğuna görə bu vurulmalıdır 18'ə. Onda bunu da 18'ə vursaq, bu da bizə 72 verəcək. Yəni mənfi 4'ümüz mənfi 18'də 72 edəcək. Baxaq B variantına. Deməli, 6'da 5'i gətirməliyik məxrəci 24 olanı. Bunu 4'ə vuracaq, bunu da 4'ə vuracaq, 24'də 20 edəcək.
Sonra bunun məxrəcini 24-ə gətirmək üçün gələk -6-ya vuraq. Onda bunu da -6-ya vuracaq. Bu edəcək -42. -12-də -17. Bu mənfilərin aparmaq olar. Çünki ikisi də eynidir. 24-ə gətirmək üçün 2-yə vurmalıyam. Bunu da 2-yə vuraram. Bu da 34 edər. Mənfi üçün məxrəci 24-ə gətirmək üçün bunun məxrəcinə 1 atsam, deməli bu 24-ə vurulmalıdır. Bunu da 24-ə vuraram. Bu da edər -72. 24-də -72 olar. Keçək tapşırıq 8-ə. Səkkizinci tapşırıqda bizə deyir ki, koordinat oxunda qeyd edilmiş nöqtələrin koordinatlarını müəyyən edin. Deməli, baxıram ki, bu -1-dən 0-a qədər 1, 2, 3, 4 dənə hissəyə ayrılıb. Onda 4 dənə hissəyə ayrılıbsa, bundan sonraki hissələr hamısı 4 dənə hissəyə ayrılmalıdır. Bu olacaq -4-də 1. 1, 2. Bu olacaq -4-də 2. B nöqtəsi olacaq -4-də 2. C nöqtəsi olacaq -4-də 3. D nöqtəsi də olacaq 1-dən sonra olduğuna görə -1 tam, daha doğrusu mənfi yox, 1 tam 4-də 1 olacaq. Çünki hər hissə 4-də 1 hissədir, hər hissə. Deməli, baxaq görək burada 0 ilə 1-in arası neçə aradır? 1, 2, 3, 4, 5 aradır. Deməli, hər biri 5-də 1 sayılacaq. H nöqtəsindən başlayaq. Bu 1 tam 5-də 1 deməkdir. C nöqtəsi 1 dənə olduğuna görə olacaq -5-də 1, mənfiyə gedir. F nöqtəsi olacaq -5-də 2, -5-də 2. Y nöqtəsi də 2, 3, 4. Y nöqtəsi də olacaq -5-də 4. Bu da olacaq Y nöqtəsi. F nöqtəsi buradadır. -5-də 2-dir. 9-cu tapşırıqda bizə deyir ki, damalı vərəqdə 6 damanı bir vahid qəbul etməklə koordinat oxu çəkin və verilənlər üzərində qeyd edin. Bu 0, bu da 1. 6'da 5 olduğuna görə deməli 6-dan hissəyə ayrılmalıdır. 1, 2, 3, 4, 5, 6. 6'da 5 də olacaq burada. 6'da 5. Bu olacaq nə nöqtəsi? A nöqtəsi. Altı damanı bir vahid qəbul etmişik də, bəli. Sonra 6'da 1. 6'da 1 bu birinci nöqtə olacaq. 6'da 1. Bura olacaq B nöqtəsi. Sonra -6'da 1. -6'da 1 artıq burada yerləşməlidir. 0-dan solda. Bu da olacaq C nöqtəsi. Bunu biraz belə çəkək. Sonra burada -1 tam 2'də 1 verilib. Uşaqlar bundan qorxmayın. -1 tam 2'də 1'i məxrəci 6-ya gətirsək, bu -1 tam 6'da 3 edəcək. Ona görə də bu -1 tam sonra 6'dan hissə çəkməlidir. 1, 2, 3. Nəsə, bu üçüncü hissədə -1 tam 6'da 3 olacaq və bu nöqtə. Bu olacaq D nöqtəsi.
Bunların da hər biri deməli 0 buradır. 1, 2, 3, 4, 5, bu da 6. Mənfi 6-da 5-də y olacaq. Burada olacaq mənfi 6-da 5. Bu nöqtədə nə olmalıdır? Y nöqtəsi olmalıdır. Keçək 10-cu tapşırığa. Burada yadda saxla var. Deyir ki, rasional ədədlər çoxluğu Q hərfi ilə işarə olunur. Natural ədədlər çoxluğu N, tam ədədlər çoxluğunun Z, tam ədədlər çoxluğu rasional ədədlər çoxluğunun alt çoxluğudur. Deməli, bütün burada natural ədədlər görürük ki, tam ədədlərin alt çoxluğudur. Tam ədədlər də rasional ədədlərin alt çoxluğudur. Deməli, bunların hamısı rasional ədədlərin alt çoxluğu kimi sayılır. 10-cu tapşırıqda bizə deyir ki, təklifin doğru yaxud yanlış olduğunu nümunələr göstərməklə əsaslandırın. Hər bir natural ədəd rasional ədəddir. Bəli, bu doğrudur. Məsələn, 7. 7, burada görürük axı natural ədədlər rasional ədədlərin içərisindədir, alt çoxluqda. 7 nədir? Natural rasional ədəddir. Niyə? Çünki 7-ni biz 1-də 7 kimi göstərib, yəni kəsr şəklinə gətirə bilirik. B variantı, hər bir tam ədəd rasional ədəddir. Bu da doğrudur. Məsələn, mənfi 2 olsun. Mənfi 2-ni də mənfi 1-də 2 kimi, yəni kəsr şəklinə gətirə biliriksə, deməli bu nədir? Rasional ədəddir. C variantı, hər bir rasional ədəd tam ədəddir. Xeyr, bu yanlışdır. Hər bir rasional ədəd tam ədəddir, bu yanlışdır. Niyə yanlışdır? Çünki tutalım, götürürəm mənfi 4-də 3. Mənfi 4-də 3 rasionaldır, kəsr şəklinə göstərilə bilir. Amma tam ədəd deyil axı. Ona görə C variantı yanlışdır. D variantı, hər bir tam ədəd natural ədəddir. Bu da yanlışdır. Məsələn, mənfi 5. Mənfi 5 haçandan natural ədəd sayılıb. Mənfi 5 natural ədədlər 0-dan böyük olmalıdır. Ən kiçik natural ədəd 1-dir. Məsəl üçün 5-i götürsəydik tam ədəd, natural ədəd sayılacaq. Amma burada hər bir yazılıb. Mən mənfi 5 götürsəm, natural ədəd saymaq olmaz. 11-ci tapşırıq. Boş xanalara daxildir və ya daxil deyil işarələrindən uyğun olanı müəyyən edin. Deməli, 5 natural ədəddir. Bəli, 5 natural ədəddir, daxildir. 5,5 natural ədədlər çoxluğuna daxil deyil. Mənfi 5 rasional ədədlərə daxildir. Mənfi 2,3 tam ədədlərə daxil deyil. Çünki tam ədəd natural ədədlərin əksi olmalı. Natural ədədlər onların əksi sayılır. Burada kəsir var. Ona görə sayılmaz. 0 natural ədəd deyil. Ən kiçik natural ədəd 1-dir. 5-də 1 rasional ədədlərə daxildir. Mənfi 2-də 1 rasional ədədlərə daxildir. 5-də 1 tam ədədlərə daxil deyil. Çünki natural ədədlərin əksi olmalıdır. Mənfi 5 natural ədədlərə daxil deyil. Çünki natural ədədlər müsbət ədədlərdir. 12-ci tapşırıq. Səbinə mərkəzi koordinat başlanğıcında olan R radiuslu çevrə çəkdi. Bu çevrə ilə koordinat oxu hansı koordinatlara uyğun nöqtələrdə kəsişər? Deməli, bu mərkəzi koordinat başlanğıcında olan R radiuslu çevrə çəkib. Bu çevrə ilə koordinat oxu hansı koordinatlara uyğun nöqtələrdə kəsişər? Deməli, çevrə ilə koordinat oxları. Deməli, buradan bura radius olduğuna görə bura R olar. Bu da arxaya qayıtdığına görə, bir də burada kəsişdiyinə görə, bu da mənfi R olar da. R ilə mənfi R. Bu olacaq. Rasional ədədlərin modulu.
Koordinat oxunda rasional ədədə uyğun nöqtədən koordinat başlanğıcına qədər məsafə həmin ədədin mütləq qiyməti və ya modulu adlanır. A ədədinin mütləq qiyməti və ya modulu moduldakı kimi yazılır. Əks ədədlərə uyğun nöqtələr sıfırdan müxtəlif tərəflərdə və eyni məsafədə yerləşdiyi üçün onlar modulları bərabərdir. Yəni uşaqlar, modulda -5 elə modulda 5-ə bərabər olacaq. Biz bilirik ki, deməli burada da göstərilib. Yadda saxla, ədədin modulu mənfi ola bilməz. Yəni modulda -7-dən 7 çıxar. Sıfırın modulu elə 0-a bərabərdir. Müsbət ədədin modulu bu ədədin özünə bərabərdir. Yəni müsbət modulda 8-dən də elə 8 çıxar. Kəsr də olsa fərqi yoxdur. Mənfi ədədin modulu onun əksi olan ədədə bərabərdir. Mənfi 4/3-dən nə çıxmalıdır? Müsbət 4/3 çıxmalıdır. 13-cü tapşırıqda deyir ki, verilmiş ədədlərin modulunu tap. Uşaqlar, bunu modula salsaq, elə 3/2 alarıq. Mənfi 3/2-ni modula salsaq, elə 3/2 alarıq. 15-də -8-i salsaq modula, elə 15-də 8 alarıq. Müsbət 9/7-dən də elə 9/7 çıxar. Mənfi 5/14-dən mənfi olduğuna görə modula salsam, elə müsbət 5/14 çıxar. Buradan da müsbət 6/1 çıxar. Mənfi 7/4-dən elə müsbət 7/4 çıxar. 7/4-dür. Modulda 3/8-dən də elə 3/8 çıxar. Çünki müsbət ədədlər modulu özünə bərabərdir. Və mənfi 0/6-dan da elə 0/6 çıxacaq. Bu 13-cü tapşırıq idi. Keçək 14-cü tapşırığa. O 4-cü tapşırıqda bizə deyir ki, modulu 4/2-yə bərabər olan ədədlər tapın. Modul 4/2-yə bərabər olan ədədlər bir 4/2-dir, bir də mənfi 4/2-dir. Çünki ikisindən də modula salsaq müsbət çıxacaq. Modulu 7/4-ə bərabər olan ədədləri tapın. Bunun da modulu 1 7/4-dür, bir də mənfi 7/4 olacaq. Baxaq 15-ci tapşırığa. On beşinci tapşırıqda deyir ki, müqayisə edin. Biz bilirik ki, mənfi 2/3-dən 2/3 çıxır, 1/8-dən də 1/8 çıxır. Əlbəttə ki, 2/3 daha böyükdür. Mənfi 5/4 B variantına baxaq. 5/4 çıxır, bundan da 6/7 çıxır. Əlbəttə ki, 6/7 daha böyükdür. Mənfi 0/8-dən 0/8 çıxır, buradan da 0 çıxır. 0/8 daha böyük olmuş olur. Mənfi 4/3-dən müsbət 4/3 çıxır. Buradan da müsbət 5/4 çıxır. Deməli, bu 4/3-dən çıxır 0,75, bundan da çıxır 0,8. Bu daha böyük olmuş olur. Onluq kəsrə çevirsək. Buradan çıxır 0,100-1, buradan da 0,1. Baxırıq, bu 0-dır, ikinci ədəd, bu da 1-dir. Bu daha böyük olmuş olar. Baxaq 16-cı tapşırığa. Deməli, 16-cı tapşırıqda bizə deyir ki, hesablayın. Deməli, -6/1-dən biz bilirik ki, 6/1 çıxacaq.
Mənfi 3/1-dən də 3/1 çıxacaq. Bunlar orta məxrəc 6-ya gətirsək, bir dəfə, bu da 2 dəfə. 1 üstəgəl 2 edəcək 6-da 3. İxtisar etsək 2-də 1 alarıq. Mənfi 8-də 7-dən çıxacaq 8-də 7 çıxılsın. Bundan da elə 8-də 7 çıxacaq. 8-də 7-dən 8-də 7 çıxanda 0 edəcək. Burada mənfi 1/2-dən çıxacaq 1/2 vurulsun. Burada da çıxacaq 0/5. 1/2-ni 0/5-ə vurmaq elə onun yarısı deməkdir də 0/6 edəcək. Burada 16-da 7-dən elə 16-da 7 çıxır. Bölünsün. Burada da özü çıxacaq. Yəni müsbəti 24-də 21. Bunu yazaram. 16-da 7 vurulsun. Bunu da tərs çeviririk. 21-də 24 kimi yazırıq. 7 ilə 21 gedir 3 dəfə, 1 dəfə. 16 ilə də 24 8-ə böləndə 2 dəfə. Bu da 3 dəfə. Bu da elədir 6-da 3 və yaxud da ixtisar etsək 2-də 1 almış olarıq. Baxaq 17-ci tapşırığa. On 17-ci tapşırıqda deyir ki, düzbucaqlı formada qapının, görə bunun şəkli verilməmişdi. Yox. Düzbucaqlı formada qapının enini və hündürlüyünü eyni çubuqla ölçdülər. Qapının eni 3 çubuq, hündürlüyü 7 çubuq uzunluğunda oldu. Bu qapının eni 1 metr olarsa hündürlüyü neçə metrdir? Düzbucaqlı formasında bir qapıdır. Bunu deməli 3 dənə çubuqla ölçüblər. Buradan gəlib 1 çubuq, 2 çubuq, burada da 3 çubuqla bitib. 1, 2, 3 dənə. Deməli burada əgər tənasüblə işləyə bilərik. 3 çubuğumuz 1 metr olarsa, onda 7 çubuğumuz x metrdir. Burada çarpaz vuraraq 3x bərabərdir 7-ni 1-ə vuranda 7, x bərabərdir 7 bölünsün 3-ə. Bunu da çevirsək 7-nin içində 3, 2 tam 3-də 1 metr edər. Baxaq 18-ci tapşırığa. 18-ci tapşırıqda bizə deyir ki, robotun hər addımı 7-də 1 vahidə bərabərdir. O başlanğıc anda 0 nöqtəsindədir. 2 addım irəli komandasını icra etdikdən sonra robot hansı nöqtədə olar? Hər addımı 7-də 1 olduğuna görə 7-də 1 gələr bura 7-də 2-yə. Bu çox sadə sualdır. 5 addım geri komandasını icra etdikdən sonra robot hansı nöqtədə olar? Deməli, yəqin ki, bu 0 nöqtəsindən gedəcək. 1, 2, 3, 4, 5. Olar burada mənfi 7-də 5-də. Bu 7-də 2-də yazaq bura ki, birinci dəfə 7-də 2-də olur. B variantının cavabı mənfi 7-də 5 oldu. Baxaq 19-cu tapşırığa. Deyir ki, ağacın gövdəsindən dələnin yuvası şaquli ox üzərində o koordinat başlanğıcında sərçə S 1,7-də, tırtıl mənfi 1,5-3 nöqtəsində uyğundur. Dələnin yuvası hansı daha yaxındır? Dələnin yuvasına hansı? Sərçə yoxsa tırtıl? Deməli, dələ bu 0-da yerləşir. Burada yerləşir. Tırtıl. Bunu koordinat oxu ilə də belə göstərə bilərsiniz. Bu o nöqtəsi dələnin nöqtəsidir, yəni 0. Bu dələdir. Sərçə müsbət 1,7-dədir. 1,7-də sərçədir. Tırtıl da mənfi 1,5-də 3-dədir. Bu da mənfi 1,5-də 3-də də tırtıldır. Tırtıl.
İndi deyir ki, bunlardan hansı dələyə yaxındır, sıfıra yaxındır? Onda gəl bunu belə yazaq da. Bu mənfi 1,5-də 3-ü də yazsaq əgər biz kəsr şəklində, bu mənfi 1,6 edəcək. Mənfi 1,6 yaxındır, yoxsa 1,7? Əlbəttə ki, 1,6 daha kiçikdir də 1, modullarını müqayisə eləsək əgər, məsafə bilirik axı müsbət olur. Bu 1,6-dır, bu birisi də 1,7-dir. 1,6 daha kiçikdir də 1,7-dən. Ona görə tırtıl daha yaxın olmuş olur. Bunun cavabı olar tırtıl. Uşaqlar, bununla da bu mövzunun bir yerdə həllinə baxdıq. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Onlayn dərslərimizə qoşulmaq istəsəniz, yəni bu mövzuları geniş formatda, geniş şəkildə öyrənmək istəyirsinizsə, 051 759 55 96 nömrəsini əlaqə saxlaya bilərsiniz. Hamınıza uğurlar.